O həm də müəllimidir. Baxın, özündən sonra köməkçinin hissəsi gəldiyinə görə vergül qoymayacağam. Yaxşımı? Bax, qoymadım. Bir dənə burada köməkçinin hissələrində modal söz istisnadır. Onu yadınızda saxlayın. Modal sözlərdə test üzərində izah edəcəm. 3. Özündən sonra əvəzlik gələrsə, o mənim ən yaxın sirdaşımdır. Bax, mən hansının hissəsidir? Əvəzlik. Şəxs əvəzlik. Sirdaşımdır. Ondan sonra qəti şəkildə vergül qoymaram. Əslində mən deyim ki, sizə mənim abituriyent vaxtında elə dölüydü. Deyim də sizə 2018-19-cu ildə bu qaydanı 19-cu 20-ci ildən tərtib elədilər. Əvəzlik yox idi bizdə. Əvəzlik gələndə vergül qoyurduq. Qaldı 4-cü, f-da fiil demək. Özündən sonra mənsubiyyət idi o, mənsubiyyət idi də. O mənim. Əvəzlik. Mənim gəlmişdi. Özündən sonra əvəzlik gəlsə. Bax, köməkçi, qoy yazım. Köməkçi. Əvəzlik. F-da feil. Özündən sonra bunlar gələrsə vergül qoyulmaz. Məsələn, o getməlidir. Özündən sonra hansının hissəsi gəlir? Kim? O. İsim. Özündən Feil. sonraki gələn hissəsi feil. Feil gəldiyi üçün də nə varmayacaq? Vergül qoymayacaq. Bax, təkrarən deyirəm. Birinci qayda olaraq hansı sualına cavab verirsə avtomatik çıxırıq. Fərq eləmir, özündən sonra nə gəlir gəlsin. Gördünüz ki, yox, hansı sualına cavab vermir, bu kim sualına cavab verir və yaxud nə sualına cavab verir. O zaman özündən sonrakilərə baxırıq. Əgər özündən sonra köməkçinin hissəsi gələrsə, özündən sonra əvəzlik gələrsə, özündən sonra feil gələrsə, vergül qoymarıq. Yaxşımı? Bəs nə zaman vergül qoyular? Feilin təsvifləmən formalarını daxil edirik bura. Feilin təsvifləməyən formalarına aidiyyatı yoxdur. Vergül qoya bilərik. Vergül qoyular. Feilin özü. Vergül qoyular. Bax, məsələn, deyirəm ki, 1. O, bu kim sualına cavab verərsə. Amma kim sualına cavab verən kimi birbaşa vergül qoymuruq. Bax, kim sualına cavab verərsə, ox qoyuram. Davamı gəlməlidir. Özündən sonra isim gələrsə, özündən sonra sifət gələrsə, özündən sonra say, zərf, bir də feilin təsviflənməyən formaları, bir də modal söz. Feil sifət. Sizə zaten feil sifət, feili bağlamayla düşünürəm belə, deməzdə. Təkrarən deyirəm, o, bu, kim sualına cavab verdi, okey. Baxdıq ki, kim sualına cavab verir, amma avtomatik özündən sonraki hissəsinə baxırıq. Özündən sonra bayaq saydıqlarını çıxırsınız. Əgər köməkçi yoxdursa, əvəzlik yoxdursa, feil yoxdursa, yerdə qalanlarına vergül qoya bilərsiniz. Məsələn, deyirəm ki, o yaxşı insandır. Birinci sual verirəm. Kim o? Özündən sonraki hissəsinə baxıram. Yaxşı insan, necə insan? Sifətdir. Özündən sonra yazıram. Sifət gəldiyi üçün avtomatik vergül qoyuram. Yaxşımı? O deyəsən məni düşünmür. Baxın, burada deyəsən modal sözdür, düzdür. Yəni mən sizə bunu necə söylədə bilmərəm ki, bu modal sözdür, bu nətər tapırıq. Yəni bir dənə sözləri əzbərləsəz bəs edir ki, bu modal sözdür və burada vergül bilirsiniz niyə qoyulur? Burada vergül onun vergülü deyil, modal sözün vergülüdür. Əgər modal söz iki sözün ortasında gəlirsə, hər iki tərəfindən vergül qoyulmalıdır. Məsələn, o əlbəttə bizə inanacaq. Əlbəttə modal sözdür. O ilə inanacaq sözün ortasına gəldiyi üçün avtomatik hər iki tərəfindən vergül qoyulur. Yaxşı? Aydın olmayan nəsə oldu? Xeyr mənimə. Bir də elə sözlər var ki, daha doğrusu elə cümlələr var ki, onlar iki başlı cümlə gedir. Özündən sonra vergül qoyula da bilər, qoyulmaya da bilər. Hər iki ehtimalı düzdür. Bax, yazıram. Vergül qoyula da bilər.
hansı sualını verə bilirəmsə, həm də hansı sualını verə bilirəmsə, vergül qoya da bilərəm, qoymaya da bilərəm. Məsələn, deyirəm ki, o bağda işləyir. O bağda işləyir. Bax, bir deyirəm ki, kim bağda işləyir? O. Kim? Verir ki, O. hansı Bir işarə bağda? məqsədi ilə o bağda işləyir. Yəni göstərirəm, hansı bağda, o bağda. Məsələn, deyirəm ki, o binada yaşayır. Kim? O. Yəni işarə ilə, məsələn, filan kəs binada yaşayır, deyirəm, o binada, hansı binada, o binada. Yaxşı? Bəli, müəllim. Eyni anda həm kim sualını, həm də hansı sualını verə bilirsinizsə, cümlənin məğzi dəyişmirsə, normal bu sualları işlədə bilirsə, vergülün qoyma prosesi düzdür, qoymama prosesi də düzdür. Yaxşı mı? Yaxşı. Dərsdə qalan nəsə oldu? Xeyr, müəllimə. Xeyr, müəllimə. İndi testi yazacağam, nə qədər yazmaq lazımdırsa. Kartları da yenə ataram, baxarsınız, nəsə sualınız olsa verərsiniz. Müəllimə, deməli onda belə deyilir də. O, bu əvəzliklərindən sonra köməkçi nitq hissəsi, əd, feil, bir də ki, əvəzlik gələrsə vergül qoyulmur. Qoyulmuş. Aha. Bir də əgər o bundan sonra hansı gəlsə, sualına cavab versə, onda vergül qoyulmur. Amma o bundan sonra isimdir, sifətdir, saydır, sonra nə dedik? Zərfdir, fe'li sifətdir. Bunlar gəlsə, onda vergül qoyulur. Bir də o bu mübtəda vəzifəsinə çıxış eləyirsə vergül qoyulur. Aydın oldu. Əlavə sualınız var? Xeyr, müəllimə yoxdur. Yox, müəllimə. Sağ olun, gecəniz xeyrə qalsın. İnformatika dərsinə Sağ görə olun. vaxtı çatdırmaq istəyirəm. Qrupda da tapşırığı yazacağam. Kartları da ataram yerə də. Yaxşı, müəllimə, çox sağ olun. Sağ olun. Gecəniz Evet. xeyrə qalsın. Əliniz sağ olun. Sağ olun. Sən gör. Sənin zihnin